Salam, bugünkü dərsimiz əsasən IDS olacaq. IDS-lər nə deməkdir? Məsələn, hər hansı bir hücumu görüb və xəbərdar edir. IPS nədir? Məsələn, görür və qarşısını alma prinsipləridir. Bugün biz IDS-dən danışacağıq. IDS-lərdən daha doğrusu birindən, məsələn, Snort-dan. Snort nə edir? Məsələn, hər hansı bir hücum, hər hansı bir müdaxilə görərsə, avtomatik şəkildə xəbərdarlıq vermək yükünə malikdir. Gedim IDS sayılır Snort. Mən Ubuntu serverimizi açıram. Açdan sonra IDS Snortumuzu yükləyəcəm. Belə deyil orada. Keçən dərslərdə biz bunu yükləmişdik, yəni lap baş dərslərimizdə. Sarışın dərslərimizdə like verək, sayımız gün-gündən artsın ki, baxış sayımız çoxalsın inşallah. Mən çalışdıqca videolar qoyacağam vaxtım olduqca. Bu ara bayramımız da mübarək. Allah daim ruzlarımızı bol eləsin. İnşallah yeni hər bayramda yeni uğurlar olsun bizlə. Yəni hər dəfə mən deyirəm, əsas can sağlığıdır inşallah. İndi biz giririk sistemə və sistemə gedəndən sonra IP-yə baxırıq. 100.152. Təbii ki, mən rahat yazım deyə keçirəm PowerShell-ə. Bunu hər dərs deyirəm, PowerShell-ə keçib SSH-la bağlanacağım. SSH nə idi keçən dərslərdə mən demişdim. Yəni iki kompüter əlaqələri yaratmaqda istifadə edirik. SSH emin kompüterim add və gəlirəm bu hissəyə və burada 100.152 192.168.152 152 və keçirəm. Aha, bir dəqiqə göz istəyirəm. Bir dəqiqə. Mesaj emin 192. Ha, ola bilər mən admin kimi açmamışım. Bir dəqiqə üzr istəyirəm. Admin kimi açım sistemi. Fərqi yoxdur. Aha. İndi bir dənə admin kimi açdıqdan sonra bir dənə cəhd edeyim. Çünki ola bilər admin hüququ istəyir. Məndən. Bir dəqiqə üzr istəyirəm. Hə. Hələ. Admin hüququ istəyirdi məndən. Ona görə elə bunu bağlayaq. Amma sizdə elə olmayacaq. Mən də kompüterdə admin hüququ istəyirəm. Ona görə. Root. İndi biz IDS dediyimiz, yəni qarşısını alma prinsipləri əsaslanan Snort-u yükləyəcəyik. Çoxdur növləri, bunlar haqqında danışacağıq. IDS-lər əsasən hücumlar olarkən Blue Team-də deyək, yəni Red Team bizdə Red Hat hücumçu, Blue Team isə Blue Hat isə bu əsasən də Blue Team-də olanlar hücumun müdafiə sistemində dururlar və Snort IDS-dir. Yəni xəbərdarlıq edir. IPS-lər isə həm xəbərdarlıqdan yanaşı bloklama gücünə malik olur. Biz indi yükləyirik Snort-u və test edəcəyik. apt install snort hat-y. Всё. Snort-u yükləməyə başladı bizim kompüterə. Hə, burada diapazon. Diapazon necədir? Mən burada diapazona 100.0/24 qoyuram. 100.0/24. Всё. Allah, keçdim. Diapazonu qoydum ki, o diapazonla bizə sistemi algılasın. İstəyirəm. İndi ardıcı başa salacağım ki, nələri eləyəcəyik. İndi gəldik bu hissəyə. Bir dəqiqə. İstəyirəm. Hə, deyək ki, Snort məsələn, xət version. Snort'a baxırıq, Snort yükləndi kompüterimiz əladır. Ondan sonra biz belə bir şey eləyəcəyik. Misal göstərirəm. Gəli biz VirtualBox-a və Network-a deny yox, al icazə veririk. OK. Ki şəbəkə çıxışı olsun. Ondan sonra biz sudo IP məsələn yazarım link set np/s3 ilə götürürəm. np/s daha doğrusu 0s3 np/s İndi biz nə edəcəyik? İndi biz sistemdə bilavasitə sudo nano /etc faylları yükləndiyi məkana giririk və nə edirik? snort.configuration faylı giririk. Configuration faylı, deməli səhv eləmişəm, nədəsə bir dənə baxa. etc snort, burada hər səhv edib üzr istəyirəm. Və burada configuration faylların içinə gələrək Ctrl+W axtarışa girirəm. IP belə bax görək tapa biləcəyik. Home
net olmalı orada. Ama net. Aha, tapdım. Bunun qarşısında any hamısını deyəndə hamısına zaten icazə verir. Biz burada 168.100 sistem .0/24 diapazondan qoyuram və vəsiyo. Ctrl Ctrl X, yes, enter. Vəsiyo. Bunları da eləyəndən sonra biz nə edəcəyik? Biz bilavasitə burada belə deyək də konfigurasiyalar falan düzəltdik. Mənə elə gəlir ki, burada problem olmalı deyil. İndi rullarımıza baxaq. Yazıram sudo nano, yenə də etc sistem böyük hərfinə getdim. Nano slash etc slash məsəl üçün snort slash məsəl rules slash məsəl rules içindən local rules. Giririk bura, lokal rullar yazır. Rollar nə deməkdir? Yəni, hər hansı hücum, hər hansı sistem baş verirsə, snort ekrana nəyi render edib ekrana göstərəcək. Yəni, ekrana bir şey göstərir. Məsələn, ping detected. Kimsə ping atıb, əlaqəni yoxlayıb. Kimsə SSH hücum edib və yaxud belə şeylərdə belə deyək. Alert, yəni ekrana ver komutu yazıram. Məsələn, mənim üçün ICMP protokoluna görə nələri ekrana ver? Any yazıram ora. Any xət qoyuruq. Məsələn, mən əslində yazarkən orada hər rulu, məsələn, belə deyək də, burada bir dənəsini yazırıq belə bir şey də. Dollar, məsələn, home net. Nəyə görə mən bunları yazıram burada? Yəni, rullar ona görə lazımdır. Yenə deyirəm, mən hücum eləyərkən və ya nəsə eləyərkən avtomatik ekranda mənə onu göstərsin. Message, nəyi ekranda göstərəcəksən? Misal göstərirəm. Hər nə yazıram? ICMP. ICMP nədir? Ping atma protokoludur. Ping detected. Bəli, ping algılandı, belə deyək, lorildə və nöqtə vergül qoyuruq. Seed qoyuram, nömrəsini qoyuram, yəni yazdığım rulsun, custom rulsun. Yəni, nəyə görə lazımdır seedlər? Seedlər ona görə lazımdır ki, misal göstərirəm. Burada 10, 1, 2, 3, 4, 5 minlik bir qoyuram. Bu seedləri nəyə görə qoyuruq? Əslində, bəzi hallarda olur ki, hər rulun özünün rəqəm dəyəri olmalıdır. Bu standartdır. Yəni, bunun haqqında mən danışacağım sonraki bölümlərdə. Mən bunu indi ICMP-yə görə belə bir protokol yazdım. Alerta yazdım ICMP, any, yəni mənə ekrana nə verəcəksən. Sonra burada bir dənə səhvimiz var. Bu DS-i buradan götürək. DS-i bəğəlimizdəyib, DS düşüb. Üzüstəm götürəm. Home netə deyirəm ki, any message-ları məsəl üçün nə göstərəcək? ICMP ping detected. Yəni, ping atıldı və algılandı deyək belə bir şey. Onu eləyəndən sonra bizə nə lazımdır? Ctrl X, yes, enter. İndi algılandıqdan sonra bizə lazımdır ki, biz bilək ki, bizə düşmür. Sudo monitoring rejiminə keçirəm. Snort'a deyirəm ki, xət Q. Məsələn, mən bildirirəm ki, mənə hücum və ya nə oldusa xət L. Məsələn, nə deyirəm? Var. Məsələn, mən deyirəm log, bir dəqiqə, snort. Məsələn, oradan keçirəm, deyirəm ki, məsəl üçün, mənim üçün xət I, ekrana, məsələn, logları ver. Hansı logları? Məsələn, mən deyirəm ki, MP03-də, MP0S3 üzrə gələn xət A, məsələn, nə logları gələcək? Məsələn, konsola, məsələn, məlumatda nə ver? Mənim hansı rulumu ver? Məsəl üçün, deyək ki, etc/snort/snort.configuration fayda. Əslində, mən bunu niyə yazdım? Məsələn, bilavasitə ona görə yazdım ki, ekranda, məsələn, ping atarkən bura gələcəkmi, gəlməyəcəkmi görək. Snort algılaya biləcəkmi? 100.152 və gəlirəm digərindən, yəni PowerShell-dən 100.152 ping atıram. 192.168.100.152 və pingləri götürürəm, əla. Biz görürük ki, sistemdən mən ping attım. Yəni Windows-dan hara, məsələn, mənim, bir yerə deyirəm, Ubuntu serverimə, testdə. Və ping getdi. Ping nədir? İki kompüterası əlaqələri yoxdur. Görür, gedir, çatır-çatmır. Çatdı da, oradan da byte-la getdi. Və digər tərəfdə monitoring rejimdə snort IDS olaraq algılamağa başladı sistemi. Yəni IDS nə deməkdir? Algılama. IPS amma algılayıb qarşısını alır daha doğrusu sistemdə. Bu çox vacibdir. Yəni kimsə, misal, ping atsa bizim custom rulumuzu görəcək. Mən buradan baxıram, ICMP ping detected və hardan 130-dan. Niyə 130? Çünki mən IP config eləsəm, mən doğrudan görəcəm ki, mənim IP Windows'da 130-dur. Hara atıb?
100.152-yə. Doğrudan da pinglərin gəldiyini görürük. Yəni monitoring rejimi Bluetooth-də xüsusən də bu sistem bağlı qalmır da, belə deyə. Əslində bunu mən yenə deyirəm, layihə halında biz elə hazırlayırıq ki, sistem avtomatik belə deyək də, bunu Bluetooth böyük layihələrdə belə istifadə edirik ki, biz sistem avtomatik hücum olsun, pinga nə olur olsun, avtomatik həm sistemdən zəng gəlir ki, kimsə hansı IP-dən, hansı geolokasiyadan hücum eləyir. Həmçinin onunla yanaşı monitoring rejimdə aparılır ki, monitorda sistem yazır. Bunu biz belə layihə kimi belə hazırlayırıq. Və demək olar bu layihə belə olmalı. Mən bir çoxlar mənə sual verində ki, məsələn, Red-Teamdən təkcə hücumdan yox, kiber təhlükəsizlik təkcə 2 dənə tulla nə bilir, hücum elədin, nə isə elədin, hə, tamam mən kiber təhlükəsizlik mütəxəssisiyəm kimi bir şey yoxdur. Bizim iş prinsipimiz nədədir? Məsələn, adam deyək ki, scanning eləyir sistemi, portları və yaxud adam hansısa bir hücum manevr eləyir, nəsə deyək brute force eləyir, nəsə phishing atır, nəsə bir şeylər eləyir. Və o anda avtomatik telefona zəng gəlib, süni intellektə çalırıq ki, avtomatik hardan, hansı IP-dən, qlobal hansı IP-dən hücum olunub, bizə bildirir süni intellekt və onunla yanaşı log eləyir geolokasiya, hansı ərazidir bu ki, qlobal IP-sini götürək. Həmçinin monitoring rejimdə götürülür. Bu böyük bir layihə gedir, yəni burada iş gedir. Yəni biz belə deyək də, Blue və Purple da tam belə bir layihə ortaya qoyuruq. Amma Red Team-i bilən adam bilməlidir ki, Blue-da nə başına gələ bilər. Əgər Blue Team-də sistemin işləyən prinsipə layihə yönündə insan bilmirsə, Red Team-də də demək heç bir şey bilmir. Çünki ava gedərkən avlanmaq söhbəti ortaya çıxır da. Ona görə bunlara diqqət etmək lazımdır. Mən Ctrl-C eləyirəm. Deyək ki, mən gələm Ctrl-C eləyim, monitoringi də yandırım burada. Hə, yandı. Deyək ki, bunu qoyuram, misal göstərirəm. Florida-da deyim, yenə də gələm. Bir də ETC Node Configuration Rules. Aha, niyə belə? XV7 yazdı. Bir də göz istəyirəm bunlar. Aha. Custom Rules'a gələm. Custom Rules'a gələrkən, yəni biz hər dəfə Lorel'da deyək, rulları yazarkən eyni. Mən buradan bir dənə Ctrl-C və aşağı düşürəm. Bir dənə yapışdıraq. Yəni eynisini yazıram, amma bu dəfə Hominet any, yəni ICMP protokol üzrə yox. Mən deyirəm ki, mənim protokolum misal 22, yəni SSH üzrə olacaq. Və 22 üzrə deyəndə, məsələn, mənə mesajda təbii ki, SSH mənə belə göstərməyəcək. SSH, məsələn, mənə deyəcək ki, misal göstərirəm ATM. Ya da SSH detect edirəm. Məsəl üçün də nə görürsən onu göstərəcək, zaten göstərəcək. SSH-dan giriş olub falan kimi şeylər. İndi gəlirəm bu hissəyə. Burada təbii ki, rulun nömrəsini 2 qoyuram. Mən misal üçün qoyuram. Yəni bu yəni rulu nə istəsən yaza bilərsən bura, ingiliscə nə isə azanca yaza bilərsən. Yəni onun elə bir yəni önləm daşımır. Əsas odur ki, sənin rulun, sənin qoracağın rul nəyə xidmət edir? Ctrl X, yes, enter. Və mən gəlirəm sistemə bir dəqiqə. Aha. Buradan indi gəlirəm. PowerShell açıram. Administrator kimi açıram. Bir dəqiqə istəyirəm. Və açandan sonra mən gəlirəm bura. SSH emin at 192.168.100. Neçə idi bizdə IP? Giriş eləmək istəyirəm yenə də 152. 152. Və giriş eləmək istəyirəm və bunu qoşuram. Və buradan da buna bir dənə tak giriş eləmək istəyirəm. Gəlin baxaq. Deməli, mən yazıram root. İndi baxaq. Gözləyək. Geri səhvimiz yoxdur. Root gəlməlidir bir dəqiqə. Bir də ping ataq görə pingdə gəlirmi? Son yerdə girib baxacağıq buradan. Ola bilər ki, sistemdən PowerShell-ə girək. Aha. Ping 2.168.100.152. Pingimiz gəldi. İndi baxaq. Aha. Deməli, belə bir şey var da, indi mən belə deyim. Bəzən gecikmələr olur, amma yenə də pingimiz gəlib. Sadəcə gecikmə varmış. Çünki mən pavtorunu yenə də ping attım. Yəni, avtomatik yenə ping attım. Gördüm, pingim gəlir. Ping gəldiyi halda SSH-ımız da gəlir. Diqqətlə baxsaq, SSH detektor görsün, bu da gəlir. Səbəb nədir? Biraz gecikməyə nəyə görə ola bilər? Çünki mən axı
Elə zaten SSH-ın içindəyəm. Yəni başqa kompüter olsa daha rahat olar. Yəni eyni sistemdən zaten PowerShell-dən, yəni öz Windows-umuz library daxil olmuşdum ora. Yəni o biraz fərqli. Amma ping atanda görürsüz ping atanda fərqli sistemlə gətirdən orada fərq göstərə bilər. Amma yenə də rulların ikisində gəldiyini görürük. Biz diqqətlə baxsaq ICMP ping detected, yəni ping atdı. SSH da bizə gəldiyini göstərir. Məsələn SSH detected. Təbii ki SSH gələcək çünki giriş eləmişdik. Biraz gecikmə olmuşdu gəlməyində, amma yenə də təsbit eləyir. Buna rullar deyirlər. Yəni biz rulda məsəl göstərirəm. Biz rolumuzda Ctrl+C eləyim istəməsəm, rulumuzda nə yazırıqsa, məsələn ping atıldı, rul yazırsan. Məsələn burada ingiliscə yenə nə gəldi yaza bilərsən, nömrəsinə görə göstərir. Məsələn burada 22 SSH-a giriş oldu göstərir. Brute Force olsun, cürbəcür rollar yazırıq. Amma yenə deyirəm, rol yazmanın da təkcə sistem bilmək deyil. Biz elə bir şey eləməliyik ki, hücum oldu, scanning oldu, həm telefona zəng gəlsin, xəbərdarlıq eləsin. Elə cür layihə qurulmalıdır ki, ondan başqa loqlar yazılsın. Bax beləcə loqlar, məlumatlar yazılsın. Ondan sonra geolokasiya təsbit olunsa hansı ərazidən olub giriş və sistem. Bax bu layihədir, artıq böyük bir layihədir. Mən onun bir hissəsini yəni təqdim edirəm ki, ümumiyyətlə IDS, IPS işləmə prinsipləri haqqında söhbət açıram və bu rollar nə yazaraqsa, təbii ki, o rollar üzrə monitoringin dinləmə rejimi də buradan görürsüz, bu sistem həmişə yanıq qalır. Dinləmə rejimində düşdükdə sistem zaten ona atak olunanda, hücum olunanda, SSH giriş olunanda bir yazır. Təbii ki, bu bağlanmalı deyil, monitor açıq qalmalıdır ki, bir üzrə rulları oxusun, belə deyək. Əsas da bu dərsimizin məğzi bax belə idi. Yəni algılama prinsipləri və inşallah çalışın dərslərimizi like eləyin, sayımız günü-gündən çoxalsın. Nə qədər çox təpki görərəmsə, yəni görərəm ki, çox baxış var və nə qədər irəliləyiriksə, inşallah detallı dərslər də paylaşacağam sizlərlə. Təbii ki, inşallah baxın, faydalanın. Mən bilirəm ki, ümumiyyətlə informasiya texnologiya üzrə məlumat çox azdır bizanda. Keçən sayt göstərmişdim, saytımdan da faydalanın. Məsələn, cybershield.com saytına girirsiniz. Orada məsəl üçün olan suallar var. Kimlər mən həmişə deyirəm, belə deyək, suallardan istifadə edə bilərsiniz. Bir çox faydalı belə də sahə ilə maraqlananlar mövzulara baxa bilərsiniz. Hər dəfə mən mövzulara vaxt aşırı həmişə dəyişirəm. Məsələn, burada sualları da artırıram ki, bizə lazım ola bilər. Baxın, suallar da qoyuruq. 61 sualdır. İnşallah yavaş-yavaş baxın. Yəni sahəni bilənlər də. Həmçinin mən kitab üzərində işləyirəm və süni intellekt chatbotumuz da olacaq. Yaxında onun üzərində işləyirəm mən. Süni intellekt suallarınızı cavablandıran sistem quracağam və həmçinin bizim belə deyək kitab da olacaq yaxında. Mən Telegram üzərində iş çalışanlar gedir. Daha doğrusu inşallah burada da bizim yəni bir kitablar da düzəldəcəm, çalışacağam faydalanasınız inşallah. Eləyin, nə suallar olarsa buyurun. Allah amanda görüşərik.